Vaxtınız xeyir, hörmətli izləyicilər. Bugün İsmail rayonu Buynuz kəndindəyik. Samiq ustamızla gördüyümüz işləri çəkib sizlərlə paylaşmaq istədim. Samiq ustamız haqqında istəyərdim sizə bir-iki məlumat verim. Samiq ustamız uzun illərdir bu işlə məşğuldur. Daş vurulma işlərində öz sözün demiş sənətkarlardan biridir. Samiq ustamızın gördüyü işlər həqiqətən də həmişə sayılıb seçilib. Müştərilər tərəfindən həqiqətən çox bəyənilmiş bir işlər görübdür. Dedim gəlim çəkim sizlərlə də paylaşım. Gördüyümüz işlərin necə alındığını siz də görəsiniz. Mənzil başına çatdıq. İnşallah Samiq ustamız orada işləyir. İşə görə işlər nə yerlədir? Gördüyümüz ərazi hamısı təbii çay daşı ilə inşallah düzlənəcək. 3 dənə evdir. İstirahət üçün nəzərə tutulur. Salam aleyküm. Şükür zavanda olsun. Yorulmuyorsunuz. Ne tarz? Ne var ne yok? Samiq ustamız bu kardeştir. Salam kardeş, necəsən? Şükür zavanda olsun, yorulmuyorsan. Bayaqdan danışıram ki, Samiq ustamızın əl işləri həqiqətən də sayılıb seçiləndir. Ömür boyu sözün demiş sənətkarlarımızdandır. Dedim o İzləyicilərimizlə tanış edeyim səni. İşin avanda olsun. Yorumlarda deyirlər, elədir. Bunlar çay daşıdır, biri deyir, yox, tökmədir, nə bilim. Tökmə daş, bir dənə qursan qırılacaq. Qırılmadı. Yəni bu təbii çay daşıdır, qardaş, təmiz. Allah şüavan versin. Çox gözəl, çox super, möhtəşəm. Bu uzun daşlar lap qəşəng çıxır. Həqiqətən çox gözəl. Qarşı qoyanda daha qəşəng görünür. Maşallah superdir. O yuxarıda həyətlər amma deyirsən qutarıbdır. Gedək bəlkə onlara da baxaq ikimiz bir yerdə vaxtım varsa. İkinci həyətdə buradır qardaş. Bura hazırdır tamam Samiq. Araları təmiz olub. Divarlar da işlənəcək. O yuxarı həyətdə göstərəcəm ki, divarlar, qapının ağzı necə işlənəcək. Maşallah çox gözəl görünür. Bunların arası da dolub təmiz. Keçək ikinci həyətə, üçüncü həyətə daha doğrusu. Mənə elə gəlir qapı buradan olacaq, Samiq? Qapı oradan olacaq. Sonra kəsiləcək ki, qapı düz otursun üstündə. Bu da yuxarı həyət, üçüncü həyət. Bu həyətin daha çox işləri görülüb deyəsən. Buranın da döşəməsi işləndi. Divarlarımız da təylər, hamısı bu üzvü açıqda daş gedir, təbiidir. Bu üzvü ancaq təbii qalır. Bu döyülmür. Ancaq təbii Daşın üz qabığı üstündə dəyilmir. qabığı qalır. Orijinal olaraq qalıbdır. O təbii halda qalır. Aydındır. Amma bu hissə isə ona döymə daşdır. Bu qarışıq rənglərdir. Bu döyülüb şuba daş gedir. Bu hissə də atellə oynayır. İndi onu elə belə baxmaq üçün vurmuşsunuz, elə belə. O söküləcək yəqin ki. Qansiyyəli belə olacaq. Ətlər bir də bu alın hissə bir olacaq. Çox möhtəşəm, super. Buradakı tam hazırdır. Bu da tam hazır. Sonda izləyicilərimizə nə sözüm var, Samiq usta? Allah hamını olsun yetişsin. Amin.